İndi isə digər bir bağlantımız olacaq. Ötən ay xaricdə təhsil alan 52 nəfərin diplomu tanınmayıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Geniş informasiyanı isə Rəqsanə İbrahimzadə qurumun nümayəndəsi ilə birgə çatdıracaq. Yeri gəlmişkən elə cəmiyyətdə də zaman-zaman buna dair müxtəlif istiqamətlər müzakirə edilir ki, niyə diplomlar tanınmır və bunun hansısa bir əsası varmı? Bu suallara aydınlıq gətirəcək. Rəqsanə, buyur, söz səndədir. Bəli, Çinarə, elə dediyin kimi xarici təhsil alan və ölkəyə qayıdan şəxslərin diplom tanınması ilə bağlı müraciətləri ilə bağlı detallar açıqlanıb. Müraciət edən 421 nəfərdən 369-un müraciəti müsbət nəticələnib, amma 52-sinin diplomu tanınmayıb. Təbii ki, burada həm həmin şəxslərin diqqətsizliyi, eyni zamanda da onları yönləndirən xarici təhsil şirkətlərinin məsuliyyətsizliyindən irəli gəlmiş ola bilər. Bu səbəb elə detallar barədə informasiyanı hazırda elə Təhsildə Keyfiyyət Təminat Agentliyinin əməkdaşından alacaq, Rövşən Nəzərovdan alacaq informasiyaları. Xoş gördük, Rövşən bəy, buyurun detalları sizdən eşidək. Hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici dövlətlərin ali təhsil müəssisələrindən əldə olunmuş kvalifikasiyaların ölkədə qüvvədə ola bilməsi üçün qanunvericiliyi ilə təsbit edilmiş qaydalar əsasında müraciətlərə baxır və bu müraciətlər əsasında biz vətəndaşlara müsbət və yaxud mənfi qərarla yekunlaşan qərarlar veririk. Biz bununla bağlı bir sıra nümunələri qeyd edə bilərik ki, may ayı ərzində statistikaya müraciət etsə, qeyd etdiyiniz kimi 421 müraciətçinin 369-u barəsində müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilmişdir. Yalnız 52 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır. Mənfi qərarla yekunlaşan müraciətlərin səbəblərinə gəldikdə isə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativ müddətdən az olmasını, dövlət nümunəli olmayan diplom və yaxud başqa sözlə saxta diplom, eyni zamanda təhsil formasını, əhəmiyyətli fərq dediyimiz kredit sayı və ixtisaslar arasında uyğunsuzluğu qeyd edə bilərik. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda biz ən çox müraciət edən ölkələrə nümunə olaraq qardaş Türkiyə Respublikasını, Rusiya Federasiyasını, eyni zamanda Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, həmçinin Polşa Respublikasını qeyd edə bilərik. Eyni zamanda ixtisaslar, ən çox müraciət olunan vətəndaşlarımız tərəfindən ixtisaslara gəlincə isə biz biznesin təşkili və idarə edilməsi, həmçinin maliyyə, menecment, bundan əlavə iqtisadiyyat, beynəlxalq münasibətlər kimi ixtisasları qeyd edə bilərik. Qeyd etdiyiniz kimi biz mənfi qərarla yekunlaşan qərarları verən zaman ürək ağrısı ilə bu qərarları veririk. Çünki vətəndaşlarımız bəzən öz məsuliyyətlərini dərk etmədən və ya xarici təhsil şirkətlərinin nümayəndələrinin verdiyi vədlərə aldanaraq öz həyatları ilə bağlı ciddi səhvlərə yol vermiş olurlar və bu qədər təhsil aldığı müddətdə bəzən boşa getmiş olur. Buna münasibətdə biz Təhsildə Keyfiyyət Təminatı Agentliyi olaraq vətəndaşlarımızı bir daha xəbərdar edirik ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi heç bir xarici təhsil şirkəti ilə, eyni zamanda heç bir universitetlə, institutla, heç bir təsisatla əməkdaşlıq etmir və onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımıza bir daha bu qərarı verməmişdən öncə, yəni təhsil almamışdan öncə müvafiq qaydalarla tanış olmağı onları səsləyirik. Eyni zamanda bildirmək istərdik ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 146.8 çağrı mərkəzi fəaliyyət göstərir. Vətəndaşlarımız hansısa sualları olan zaman həmin çağrı mərkəzinə zəng edə info@tktya.edu.az elektron post ünvanına yazılı şəkildə də müraciət edə bilərlər. Teşekkürler Rövşən bəy. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığımız üçün. Bir daha xatırladım ki, 421 müraciətçinin 369-unun müraciəti müsbət nəticələnib, amma 52-sinin diplomu tanınmayıb və təbii ki, bu məqamda diqqətli olmaq lazımdır ki, çəkilən əziyyət hədər olmasın və mütləq şəkildə ilə Təhsildə Keyfiyyət Təminat Agentliyi rəsmi saytını izləyərək orada hansı universitetlərin diplomu tanınmır, tanınmama ehtimal daha çoxdur. Buna bağlı informasiyaları əldə etmək mümkündür. Çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdədir.